Deyilənə görə biz övladlarımızı dövlət məktəblərində pulsuz oxuduruq. Həqiqətənmi belədir? Həqiqətənmi bizim uşaqlarımız dövlət məktəblərində oxuduqları zaman pulsuz təhsil alırlar? Xeyr, bugün dövlət məktəbində oxuyan uşaqlar ən azı 3-4 fəndən hazırlığa gedirlər. Və hər hazırlığın qiymətini minimum 50 manatdan hesablasaq 4 fənə 200 manat pul edir. Yəni bizim övladımız dövlət məktəbində oxuyur. Buna rağmen təhsil alması üçün, öyrənməsi üçün biz ona hər ay 200 manat pul xərcləyirik. İldə isə bu 1400 manat pul deməkdir. O zaman biz uşağımızı pulsuz oxuduruqmu? Xeyr, pulsuz oxutmuruq. Yəni övladı dövlət məktəbində təhsil alan hər bir valideyn uşağının 1 illik təhsili üçün ən azı 1400 manat hazırlıqlara pul ödəyir. Bu pulsuz təhsil almaqdırmı? Deyil. Nəyə görə uşaqlarımızı hazırlığa göndəririk? Çünki məktəblərin bir çoxunda uşaqlara normal dərs keçilmir. Uşaq deyək ki, coğrafiya dərsində oturur. Dərs bitəndən sonra coğrafiya dərsi ilə bağlı heç nə bilmir. Heç nə öyrənmir məktəbdə. Məktəbdə öyrətmirlər. Və məktəbdə dərs keçmədiklərinə görə normal. Biz məcburuq ki, övladlarımızı hazırlıqlara göndərək. Ən az uşaq getsin, hazırlıqda öyrənsin. Əgər belədirsə, məktəb dərs keçmirsə, uşaqlar gündəlik dərslərini əgər hazırlıqda öyrənirlərsə, o zaman bu dövlət məktəblərinə nə ehtiyac var ki? Bağlayın bu dövlət məktəblərini. Boş yerə də bu qədər məktəbə, Təhsil Nazirliyinə hər il dövlət büdcəsindən bir aləm pul ayrılır. Hər gün 8-dən 1-ə qədər boş yerə gedib məktəbdə uşaqlar otururlar. Sonra da 1-də məktəbdən çıxandan sonra axşam saat 8-ə 9-a qədər bu uşaqlar hazırlıqda olur. Məktəb uşağa heç nə öyrətmirsə, onda uşaqlar niyə məktəbə getsinlər ki? Bağlayın bu məktəbləri, uşaqlar boş yerə vaxt itirməsinlər. Universitetə, ali məktəbə qəbul olmaq üçün bir imtahan keçirin. İmtahanı keçən ali məktəbə qəbul olsun. Boş yerə uşaqların vaxtını niyə alırsınız, ay məktəblər? Hazır məktəb olmaz, uşaq elə səhər 8-dən günorta 1-ə qədər hazırlığa gedər, 2-dən sonra da uşaq evə gələr, 2-dən sonra da uşaq evdə olar. Uşaqlarımız ən azı gün ərzində 13-14 saat evdə olmurlar. Uşaq səhər 8-də evdən çıxır, axşam 8-də evə gəlir. 12-13 saat uşaq da bayırda qalarmı? Müəllimlər deyirlər ki, biz dərs keçə bilmirik, çünki uşaqlar imkan vermirlər. Baxın, sinifin idarə olunması bu bir pedaqoji məsələdir. Hansısa müəllimin pedaqoji qabiliyyəti sinifi idarə etməyə çatmırsa, o müəllimin və Təhsil Nazirliyinin problemidir. Təbii ki, bu da başqa bir məsələdir ki, valideynlər də çox müdaxilə edir. Hər valideyn deyir ki, mənim uşağıma söz demə, mənim uşağıma acıqlanma. Beləcə uşaqlar da çıxır müəllimin başına, müəllim heç bir uşağa güldən ağır söz deyə bilmir. Sinifdə də ağız deyəni qulaq eşitmir. Dərsdə keçə bilmir müəllim. Boş yerə olan bizim uşaqlarımız olur. Ya da ki, bu dövlət məktəblərində ödənişli eləyin. Biz onsuz da hər ay 200 manat hazırlığa pul veririk, deyilmi minimum? Ayda 200 manatı dövlət məktəbinə verək. Normal məktəbdə dərs keçsinlər. Uşaq da saat 1-də məktəbdən çıxanda saat 2-də evdə olsun. Axşama qədər də uşaq evdə olsun, digər fənləri oxusun. Bu daha yaxşı olmazmı? İndi tökülüşüb deyəcəklər ki, niyə belə bir təklif eləyirsən ki, dövlət məktəbləri pullu olsun, bəs kasıb adamlar neynəsin? Baxın, əzizlərim, onsuz da məktəbdə dərs keçilmir. Onsuz da uşaq hazırlığa getməsə, coğrafiyada, kimyada, fizikada, riyaziyyatda, onsuz da bunu məktəbdə öyrənmir. Yəni, məktəbdə olsa dərs keçilmir. Hazırlığa gedib uşaqlar bu fənləri hazırlıqda öyrənirlər. Yəni, hazırlığa pulu çatmayan uşaqlar onsuz da heç nə öyrənmir. Və onu da deyim ki, mən heç də dövlət məktəblərinin pullu olmasının tərəfdarı deyiləm. Dövlət məktəbləri pulsuz olmalıdır ki, hər kəsin övladı oxuya bilsin, təhsil ala bilsin. O halda ki, məktəb həqiqətən məktəb olsun. Məktəb həqiqətən dərs keçsin. Dərs keçməyəndən sonra o məktəbin sadəcə boş adı var. Dediyim kimi, uşaqlar sadəcə o məktəblərdə boş yerə vaxt itirirlər. Vəssalam.